Dostlar, hamıya salam. Sizinlə Nanolya SMR'dir. Bu günləri bizdə evdə hazırlanan pizza. Burada salat, xiyar, pomidor, smetan və göyərti. Anamın hazırladığı ayrandır. Çuda pudingdir. Və burada sirokdur. Yəni başqaları da o birisiləri yemişəm. İndi biləcəklər ki, hər dəfə eyni şey qoyuram. Amma elə deyil. Gəlin birinci pizzadan başlayaq. Kadr düzəldək. Ekrana qoymağa. Başlayaq. Pizza reseptini istəyənlər mənim vloglarımda var. Nənəm necə hazırlayırdı, baxa bilərsiniz. Dünənləri deməli danışmışdım ki, videoda Şotsta ki, nənəm rəhmətə papam rəhmətə gedib və konkret mənə xanım sual verdi bir dənə. Yəni nədən rəhmətə gedib? Yəni normal sualda heç pis baxmıram. Konkret də cavab verdim. Papamın anasının adı Nərgiz idi. O rəhmətə gedəndən sonra nənəm, atamda şəkər xəstəliyi oldu. Yəni əmələ gələn bizim nəsildə ümumiyyətlə yoxdur da, ətraflı başa saldım. Amma belə ürəyi partladı, öldü. Onu deyirəm. Deyirəm, bir dənə də xanım yazır orada, Zeynəb idi adı. Gecə elə əsəbləşdim. Deyir ki, yalan danışa bilmirsən. Deyirsən, nənəmi görməmişəm, nənəm rəhmətə gedib. Amma atan da elə ana dözə bilməyib, rəhmətə gedib də, elə bil. Mən də dedim, o da ürəyi dözmədi ümumiyyətlə də, öldü. Yəni ürəyi dözmədi, öldü. Şəkər xəstəliyinə görə. Yəni ümumiyyətlə çox ağır idi axır vaxtı. Prosta ki, başa salmağa çalışdım ki, şəkər xəstəliyi hardan gəldi. Çünki sonra məni başlayırlar demək ki, şəkər xəstəliyi yoxlar. Səndə nəsildə var. O mənada da yazdım ki, atamda əmələ gələn oldu da. Yalancısan. Atan yaşayır, sən yalandan deyirsən ki, atan rəhmətə gedib. Bu xanım ilk deyil bunu deyir. Və mən partladım. Qəbir üstünə gedəndə istirdim ki, video falan çəkim, şəkil falan çəkim. Sonra başa düşdüm ki, mən bunu eləmək istəmirəm. Çünki düzgün deyil. Nə oturub fotosesiya eləyəcəm orada. Elə bil insan sübut eləmək istəyəndə bəzən düzgün hərəkət etməmiş olur. Mən də bunu eləmək istəmədim. Dedim, Nərgiz, yox. Kiməsə sübut eləməyə görə oturub neynəyəcəksən? Yox. Və belə bir insanlar var ki, hansılar heç soruşmadan ki, yəni yazdığımı başa düşmədim. Bəs belə demişdim, məsələn. Mən onda başa salardım da, nənədir. Amma konkret belə günahlandırmaq və demək, yalan danışırsan. Mən bütün internetə yalan danışım. Mənim atam yoxdur ki, yəni çıxsın desin ki,
Mən sağam. Yəni siz bunları düşünün də, bura internetdir. Heç kimi heç nəyi unutmur. Yalan danışsan, məsəl üçün 10 ildən sonra barışsam, deyəcəm ki, hə, yalan danış. O nətər olur? Ümumiyyətlə, mən elə insanım ki, mənim atam həyatın ən pis insanı olsaydı belə, mən ondan danışardım. Və heç vaxt yalana internetə deməzdim ki, atam rəhmətə gedib. Mənim atam da elə insan deyildi ki, yəni oturub mənlə danışmasın. Anamla nigahda bir yerdə yaşayırdılar. Mən prosta başa düşməm, o nətər olur, hə? Ən azından mənim ailəmdə bu yox idi. Ona görə mən icazə vermirəm ki, rəylərdə belə bir şeylər yazasınız. Düzdür, mən demədiyim bəzi şeylər var burada. Amma ki, atamı rəhmətə gedib. Prosta başqa bir şeylər var ki, hansıları bəlkə nə vaxtsa sizin üçün danışaram. Amma ki, anamın atamla nigahda olmamağı və yaxud da belə bir şeylər deyil. Biz konkret ailə olmuşuq. Doğum şəhadətnaməsi lazımdırsa, yapışdıraram bəzilərinin üzünə. Artıq bəsdirin. İnsanın atası rəhmətə gedə bilmir. Başlayırlar qızı təkləməyə. Səbəb nədir? Və keçək başqa temaya. Rambi fanı. Nə qədər də bu sualı verib, deyir, bəs mənim sualıma videoda cavab versə sevinərəm. Əgər ailə qursaz, neçə uşağın olmasını istəyirsə, istəsəz də qız yoxsa oğlan, uşağı istəyirsiniz, cavab versə sevinərəm. Ümumiyyətlə, uşağım olsa istəyərəm ki, qızım olsun və yaxud da 2 qızım. Amma oğlan olsa pis olmaram. Birdən də işte. Təsəvvür eləyin, 10 ildən sonra oğlum baxır, deyir, sən belə demişsən. Birinin artıq adını bilirəm. Adelina qoyacam, Adel. Çox bəyənirəm bu adı. O birisini də bilirəm, amma o qalsın. Məncə mən daha çox qız anasına bənzəyirəm. O artıq mənim düşüncəmdir. Yəni siz rəylərdə yazarsınız. Bir də Stella, salamlış olsun bacı. Heç tək qalmaq istəmisiniz, yəni başqa evə köçmək istəmisiniz. Xahiş edirəm, videoda cavab verə bilərsən. Bəli, cavab verə bilərəm. Niyə cavab verə bilmirəm sizə? Əzizlərim mənim. Məncə hamının həyatında olub ki, tək yaşamaq istəsin. Uşaqlıqda olub, mən 18 yaşım olan kimi sizdən köçəcəm, ayrı qalacam. İndi də məsəl üçün nəsə olur, mamaya deyirəm, mama, ayrı yaşayacam, mama, köçəcəm, yəni, bezmişəm. Amma belə düz doğrudan da köçmək yox. Öz evimi dəyişə çox sevirəm.
Mənim evim mənim üçün çox komfortdur. Yəni ürəyim necə istəyirsə, nə istəyirsə, yəni burdadır mənim üçün. Elementar olaraq kravatım mənim üçün ən rahatdır. Divan mənim üçün ən rahatdır. Bilmirəm, hamının evində elədir. Məsələn, öz divanında uzanasan da, bir də qonağa gedəndə, yəni uzanırsan belə, oturursan, elə bir o deyil də, konkret evdə belə relaks ola bilirsən. Mən bilirəm ki, ayrı yaşayanda insan daha da hər şey özü eləyir, öyrəşir. Bilirəm bunların hamısını. Amma istəmirəm. Necə ərə gedəcəm mən bilmirəm. Çünki öz ev komfortu mənə heç nə vermir. Dincəlmək gedirik də. Orada ya evdir, ya oteldir, ya nədir. Qalırsam, orada rahat ola bilmirəm. Elə bir vanna sənin vannan deyil. Heç nə. Yuxuya gedə bilmirsəm. Bəziləri dincəlməyə gedir, rahat yatırlar, dururlar. Mən fırlanıram. Mən ümumiyyətlə belə insanım ki, televizorsuz ya da telefonsuz yuxuya getmirəm. Həmişə fonda nəsə oynayır. Belə yata bilmərəm heç. Orada bu komfortu yaşaya bilmirəm. Mən də balışlardan belə bir şey düzəldirəm. Telefonu oraya belə qoyuram. Baxa-baxa yatıram və yaxud da televizorda. Ona görə ərə gedəndə mənə çox-çox öyrəşdirmək lazım olacaq. Elə bir bu mənim evimdəki kimi rahatçılıq olsun mənim üçün. Ümumiyyətlə dünənləri suala demişdim, qaynana ilə yaşamaq sizin üçün necədir, belə elə deyərsiniz mənə rəylərdə. Qızlar mənə yazdılar. 99% hamısı dedi ki, ayrı qalmaq daha yaxşıdır. Bəziləri dedi 1 il, 2 il, 7 il bir yerdə qalmışıq, sonra qala bilməmişik. Orada ayrı yaşamaq qərarına gəldik. Çünki mümkünatı olmadı. Bir nəfər yazmadı ki, xoşbəxtçilikdir. Doğrudan elə də. Bəziləri yazdı ki, nə yatmaq olur, nə duş qəbul eləmək olur, nə filmə baxa bilirsən, nə ərinlə oturub söhbət edib deyib gülə bilirsən, heç nə. Elə mən ondan da qorxuram. Mənə də biri yazdım. Birinci ərə get, sonra yalandan burada danış da. Ruslarda var. Ne говори, оп, пока не перепрыгнешь. Atlanmadan öncə hop demədə, yəni başa düşdünüz. Yəni yəni sizcə mən belə qətiyyəmsə, yəni mənim fikrim dəyişməyəcək. Adamın nə qədər çox yaşı var olursa, o qədər də daha çox şərtləri olur. Mən sizə deyə bilərəm, ərə getmək daha çətin olur.
Ona göre kızlar hansılar ki 20 ay sevgi başka işte ne pul ne ev hiç ne lazım değil, her şey özümüz eləyərik, evi özümüz eləyərik, onu eləyərik, ama 20 neçə yaşında yaşayan yaşına çatan kızlar hansılar ki ucu ərə gelməyə, yəni 20 neçə deyəndə 29, 28, 30 ve 30'u keçənlər ucu tamamilə başqa cür danışırlar. Halbuki mən də bu 20 yaşdaki kızlar kimi danışırdım. İndi tamamilə başqa düşüncədəyim. Ona göre benim düşüncemdir. Ben hop demeden atlanıram onsuz ki, yani narahat olmayın. Çuda yiyək. Puding de çok lezzetlidir. Ölürüm bunlar için. Nədir onun adı? Türklerde de var. Ama ki adı yadımdan çıxdı. Onu da mama alıb. Ülkərindir. Ülkərin. Belə görsənir. O mənə daha çox sevmirəm. Bu elə bir daha acılıdır. Onu daha çox sevirəm. Bu kadar arkası eləmək istirdim, dirəm o kadar. Ay sən pazar eləməmiş özüvə olmur da. Yaxşı. En azından eləmədim, gördün. Bəziləri hansılar ki qaynana ilə yaşır, çox əsəbi olaraq mənə danışırdılar mənə. Yəni bu mənim günahım deyil. Mənə sual verirlər, mən suala cavab verirəm, bu qədər. Siz mənim sualla tamamilə narazı ola bilərsiniz mənim cavabımdan, tamamilə. Deyə bilərsiniz ki, bu nə dəllik deyir. Okay, həqiqətən ola bilər belə bir şey. Yəni mən hər şeyi hamı üçün düzgün deyirəm, deyilən bir şey yoxdur. Mən özüm üçün bunu düzgün deyirəm. Elə bir bilmirəm də necə başa salım, çox dadlıdır. Dəqiq dadına baxın. Biraz saxladım, burada çayla içəcəm. Mən prosto çox yedim, 3 dənə pizza yedim, ucu partlayıram. Bu dəfə uzun mukbang alındı inşallah. Kəsə gedəcəm. Axırı nəsə alınsa videodan. Yadınızda saxlayın. 18 dəqiqə 30 saniyə alındı video. Baxaq neçə dəqiqə olacaq, yazarsınız mənə. Neçə dəqiqə kəstim. Uşaqlar çox sağ olun ki, mənlə idiniz. İkinci gün dalbadal mən sizin üçün video çəkirəm. İnanıram ki, like eləyib rey yazacaqsınız mənə. Çox xahiş edirəm. Rey də yazın, like də eləyin, abunə də olun. Hamısını eləyin, mənim nastroyem qalxsın. Əgər köhnə videoma baxmamızsa, bura basıb köhnə videoma baxırsınız. Əgər takip atmamızsa, burada logo olacaq. Ora basıb takip ata bilərsiniz. Sabaha dək ya da o bir günə dək. Öptüm.